Hər bir salamlayıram əziz abituriyentlər, xoş gördük sizləri. Deməli, bu gün sizə məlumat vermək istəyirik ki, artıq blok hazırlıqları başlayır və Sadiq müəllimin fizikadan blok sınaq qrupları açılır. Hətta təkcə sınaq yox, sürət qrupları da açılır. İndi bu videoda biz məlumat verəcəyik. Deməli, inşallah Sadiq müəllimin, birinci sınaq qrupu haqqında məlumat verim ki, sınaq qruplarında nələr işlənəcək? Demək olar ki, hər 2-3 gündən bir sınaqlar olacaq. Ay ərzində ondan çox sınaq olacaq, yəni 10 plus minimum 10 dənə sınaq olacaq. Ondan çox sınaqdır və qiyməti isə çox aşağıdır, yəni çox minimum qiymətə siz bunları əldə edəcəksiniz. Hər bir sınağın izahları da olacaq. Üstəgəl sınaqları siz indi istəyən PDF-lə işləyər, istəyən də şeylə işləyər. Sayta yığılacaq, yəni vaxtla işləyəcək, saytla işləyəcək, o formada işləyə biləcək. Və bir də təbii ki, yəqin ki, bu DİM-in 20 sınaq bloku kitabı olacaq. Onun izahları, onlar da izahlarını göndərəcək. Sonra digər belə deyək də mövzu, qarışıq sınaqlar, imtahanlara DİM-in qəbullarında düşmüş olurlar. Onların hamısı inşallah işlədəcəkdir. Qiymətdə çox münasibdir. Buyurub qoşula bilərsiniz, nömrəni görürsünüz. Bu nömrəyə yazın sınaq qrupları üçün. Eyni zamanda Sadiq müəllimin sürət qrupu olacaq. Sürət qrupunda isə həftədə 6 dəfə dərs keçəcək. 6-7 dəfə də yəni belə dərs keçəcək həftədə və orada da demək olar ki, hər gün dərsdir və hər dərsdə 2 saata yaxın dərslərdir. Orada da bütün proqram bitəcək və mükəmməl şəkildə həm mövzu izahı, həm toplu izahı, həm testlərin izahları olacaq. Yəni kim istəyirsə fizikadan nəticəsini qısa müddətə artırsın, buyurub Sadiq müəllimin istəyən sınaq qrupuna qoşulacaq, istəyən sürət qrupuna qoşulacaq. Kimə hansı uyğundursa, qoşulub nəticəsini artıra bilər. Deməli sınaq qrupu üçün bu nömrəyə yazılsın. Deməli sürət qrupu üçün isə bu nömrə. Deməli 070 522 13 13. Yəni sürət qrupu üçün isə bu nömrədir. Yəni sınaq qrupu yuxarıdakıdır, sürət qrupu da bu nömrədir, yaza bilərsiniz. Və onu da xatırladım ki, Elyer Akademiyada bütün fənlərdən sınaq və sürət qrupları var. Hər biri mükəmməldir, buyurub qoşula bilərsiniz. Belə, bu qədər məncə bəsdir. İndi bundan sonra növbəti dəstək videolarda gələcək o öz yerində. Sağ olun, salamat qalın.